İki nöqtədən istifadə edə bilərik. İki nöqtə bütün sətirlərə müraciət edir. Yəni baxın, sıfırdan 0, 1, 2 hamısına bir növ baxır. Götürmür, seçmir. Deyir ki, hamısının üzərində gəz. O məntiqdir. Zaten belə düşünün də məntiqlə. Siz sütunlardan götürmək istəsəz, birinci sütun 0-cı indeksdədir, üçüncü sütun isə ikinci indeksdədir. 0-cı indeksdə olan sütunun elementləri hansıdır? 10, 40, 70. İkinci sütunun elementləri isə 30, 60, 90. Bunları götürmək üçün siz bütün sətirləri gəzməlisiniz, düzdürmü? Bəli. Ona görə 2 nöqtə qoyun. Yəni bütün sətirləri gəz. Amma filtr məsələsini artıq sütunda təmin edir. Filtr yəni ki, müəyyən bir hissə, şərt qoyuruq. O mənada. Həmin şərti burada tənzimləyərik. Deyərik ki, sadəcə gəz 1 və 3-cü sütun. Yəni 0-cı indeks və 2-ci indeks. Run eləsək 10, 40, 70. Bu bizim sütunlarımız. 0-cı indeksdə olan sütunlar. 30, 60, 90. 1 və 3-cü sütunlar xalis.